Azərbaycan Mərkəzi Bankının idarə heyəti uçot dərəcəsinin 0,25% bəndi azaldılaraq 6,75% endirilməsi barədə qərar qəbul edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir. Məlumata görə faiz dəhlizinin aşağı həddi 6%-dən 5,75%-ə, yuxarı həddi isə 8%-dən 7,75%-ə endirilib. Qərarın qəbulu zamanı faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyllər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb deyə Azərbaycan Mərkəzi Bankı bəyan edib. Qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək. Azərbaycan Mərkəzi Bankı bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. Gələn il faiz dəhlizinin parametrləri ilə bağlı qərarların ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonuna qədər yayımlanacaq.